Salam. Tikiş maşınında ilgək açma texnologiyası. Məmulat üzərində ilgək açmazdan öncə onu bir parça kəsiyinin üzərində nümunə üçün tikmək lazımdır. Nümunə üçün ilgək tikməkdə məqsəd sapın qalınlığını, parçanın dartılmasını, ilgəyin ölçüsünü müəyyən etməkdir. İlgəklərin açılması üçün yalnız nazik sapdan və iynədən istifadə edilir. İlgəyin sırınma ilə işlənmə texnologiyası aşağıdakı kimidir. Parça kəsiyi uzunluğuna lifləri boyunca ikiyə qatlanır. Sonra içinə ara qat yapışdırılır və ilgəyin yeri qeyd edilir. Ara qat belə yapışqanlı flizilin, yəni bizim halda yapışqanlı flizilin parçasından istifadə olunur. Yapışqan üzü alt tərəfə olmaqla iki qat qatlanan parçanın daxilinə yapışdırılır. Ara qatı yapışqanlı olduğuna görə istilik dəydikdə tez yapışır və birləşir. Bütün bunlardan sonra tikiş maşınına ilgək açmaq üçün pəncə yerləşdirilir. Ara qatı yapışdırıldıqdan sonra ilgəyin yeri qeyd olunur. Burada ölçülərin dəqiqliyinə diqqət yetirmək lazımdır. Bütün bunlardan sonra tikiş maşınına ilgək açmaq üçün pəncə yerləşdirilir və üst sapın çəkilməsi azacıq zəiflədilir. Üçdə normal tikir. Bu üçün tikişidir. İndi bir qədər zəiflədək. Zəiflədək, yəni 1-ə verək. Bu xəttin üzərində durmalıdır. Zəiflətdik. Bu normal tikişdir, bu isə zəifləmiş tikişdir. Diskli çevirici açar ziqzaq şəkilli tikiş vəziyyətinə gətirilir. Bizdə burada işarələr var. Göstərir ki, ziqzaq şəkilli C işarəsidir. Bu nöqtədə C olmalıdır. Tikiş arasının ölçüləri seçilir. Yəni tikiş arasının ölçüləri seçilir. Uzunluğu 1 millimetrə yaxın. Burada hal-hazırda 3-dədir. 2, 1. 1-ə yaxın deyirsə, deməli 1 deyil. 1-ə yaxındır. Yəni belə təxmini. Ortasında durmalıdır nöqtə. Eni isə 2 millimetr. Burada bizdə 5-dədir. 4, 3, 2 millimetr.
eni 2 mm-də olmalıdır. Maşının iynəsini parçanın növünə görə seçməliyik. Biz əvvəldə dedik ki, saplar da nazik olmalıdır və iynələr də nazik olmalıdır. Əgər parçamız nazik materialdırsa, bizim halda astarlıq bir materialdır. Deməli, iynəmiz də nazikdir, sapımız da nazikdir. İynə sol vəziyyətə gətirilir. İndi hal-hazırda bu iynədir. Sol vəziyyətdədir. Mərkəzdə olsaydı burada olardı, sol vəziyyətdə buradadır. Sol vəziyyətə gətirilir və tikişlər ilgəyin sol tərəfinə salınır. İlgəy bu mərkəzdəki xətdirsə, bu xəttin sol tərəfinə salınmalıdır. Biz burada bu xəttə əsaslanaraq orada durmalıyıq. İndi iynə orta vəziyyətə qaytarılır. Tikiş arasının eni 2 dəfə artırılır və ilk bərkitmə üçün 3-4 tikiş atılır. Orta vəziyyətə qayıdır. Tikiş arası 2 dəfə artırılır. Tikiş arası 2 dəfə artırılır. 2-də idisə biz bunu 4-ə qoyuruq və davam edirik. Üç, 4. Tikiş arasının əvvəlki eni tənzimlənir və iynə sağ vəziyyətə gətirilir və ilgəyin sağ yarısı, biz solu tikdik, sağ yarısı boyunca tikişlər salınır. Tikişlər geriyə doğru salınmadığı üçün biz gəldiyimiz yoldan sağdan davam eləyəcəyik. İndi isə biz sağ tərəfini tikmək üçün parçanı çevirib sağ tərəfindən tikişi davam etdiririk. Yenə də buradakı xəttə əsaslanaraq, başlanğıc xəttinə əsaslanaraq dayanmalıyıq. O nöqtədə dayanmalıyıq. İynə orta vəziyyətə yenə gətirilir. Sonuncu tikiş xəttinin sonunda ikinci bərkitmə üçün bir neçə 2 qat tikiş arası yerinə yetirilir. 4-ə verdik yenə. İndi bir neçə. Diskli çevirici açar düz xətti tikiş vəziyyətinə gətirilir. Düz xəttin tikiş vəziyyətinə gətirilir. Yəni buradakı düz xətt BA işarəsinə gətirilir. Bir neçə bərkitmə tikişi salınır. Bərkitmə tikişini salmaq üçün artıq sapları kəsmək lazımdır.
İlgək ortadan ilgək açan bıçaqla kəsilir. Bunun üçün parça tikiş iynəsinin altından çıxarılır. Nümunə üçün ilgəklər yaxşı nəticə alanadək yerinə yetirilməlidir. Yəni bir neçə dəfə biz bunu kənar bir belə parçada hazırladıktan sonra tikişlərin addımını, enini, tikiş arası məsafələri tənzimləyib normal lazım olan ölçüdə ilgəklər açana qədər biz bunu bir neçə dəfə təkrarlamalıyıq. Bunun üçün bizə xüsusi ilgək açan bıçaq lazımdır. Bu bıçaq maşın dəstinin daxilində idi və kitabda yazılmayıb, amma mən bu iki sancaqdan istifadə edirəm. Bir sancağı başlanğıc nöqtəsindən taxırıq. Digər sancağı sonundan taxıb videoda göstərdiyim qaydada. Bu sancaqları taxmaqda məqsəd odur ki, ilgəyi kəsib keçməyək. İti ucunu keçiririk ilgəyin iki tikişin arasına. Keçirdikdən sonra bunun bu hissəsi çox iti olduğuna görə o kəsib keçə bilər ilgəyimizi və yavaş-yavaş irəliləyərək bəli, görürsüz, iynəyə, sancağa dayandı və getmir artıq. Beləliklə biz tikişimizi tamamlamış oluruq. İlgəyimizi tamamlamış oluruq. Bu qaydada mən digər işarə vurduğum yerlərə də ilgək açım. Sonra düymənin tikilməsini göstərib işimizi tamamlayarıq. Və beləliklə petlərimizin 4'ü də hazırdır. Kəsilib. Sabun da bilirsiniz ki, su dəyəndə bir yaş dəsmalla silsək, sabunun izi gedəcək. İndi düymə yerlərini nişanlayaq. İşarələmək üçün ruçkanı götürüb bir qədər aralayıb ilgəyin arasından ruçka ilə işarələyirik. Əmin olduqdan sonra götürüb indi bu düymələri bura tikib son mərhələni göstərəcəm.
Baxmayın ki, sap qaradır, ağ düymə. Bu çünki nümunə üçün və yaxşı fonda yaxşı görünməsi üçün qara sapdan istifadə etmişəm. Və sonda da bir düyüm atılır. Və beləliklə biz məqsədimizə çatmış olduq. Deməli, tikiş maşınında ilgək açma texnologiyasını bugün biz öyrəndik. Gəlin təkrar edək. Birinci mərhələ. İlgəyin sırıqlanma ilə işlənmə texnologiyası bunlardır. Birinci mərhələ. Parça kəsiyi uzunluğuna liflər boyunca 2-yə qatlanır. Qatlamışdıq 2-yə. Sonra içinə ara qat yapışdırılır. Ara qat bizim halda flizilin ara qatı oldu. Belə qoysam daha yaxşı olar. İçinə ara qat yapışdırılır və ilgəyin yeri qeyd edilir. İlgəyin yerini biz burada qeyd etdik. Sabunla. Bütün bunlardan sonra tikiş maşınına ilgək açmaq üçün pəncə yerləşdirilir. Pəncəni tikiş maşınına yerləşdirdik. Və üst sapın çəkilməsi azacıq zəiflədilir. Zəiflətmədə də məqsədimiz odur ki, sap tarım çəkib ilgəyi büzməsin. Dördüncü mərhələ. Diskli çevirici açar ziqzaq şəkilli tikiş vəziyyətinə gətirilir. Tikişlər arasının ölçüləri seçilir. Uzunluğu 1 mm yaxın, eni 2 mm olan, burada göstərilib uzunluğu, yəni tikişlərin addımının arası 1 mm, eni isə, tikişin eni budur, uzunluğu budur. Bu iki tikişin arasında olan uzunluğudur. İğnə batır, çıxır, təkrar batır, bu da onun enidir. İğnə sol vəziyyətə qoyulur və tikişlər ilgəyin sol tərəfinə salınır. Burada biz birinci sol tərəfinə saldıq tikişi. İğnə orta vəziyyətə qaytarılır ki, birinci tikiş arasının eni 2 dəfə artırılır və ilk bərkitmə üçün 3-4 tikiş salınır. 1-2 olmaz, ona görə ki, 1-dən tikiş olmaz. 2-dən sap açılar, bərkitmə sapımız açılar. Ona görə ən yaxşı olar ki, 3-4 olsun. Çox olsa kobud görsənər. Ən mükəmməli 3-4 tikiş salmaqdır. 7-ci mərhələ tikiş arasının əvvəlki eni tənzimlənir. Yəni birinci solda saldığımız tikiş bərpa olunur maşında və iğnə sağ vəziyyətə gətirilir. Çünki biz solu tikmişik, indi sağı tikməliyik. Sağ vəziyyətə gətirilir və ilgəyin sağ yarısı boyunca tikişlər salınır. 8-ci mərhələ. Tikiş xəttinin sonunda ikinci bərkitmə üçün bir neçə 2 qat tikiş arası yerinə yetirilir. Diskli çevirici açar düz xətti tikiş vəziyyətinə gətirilir. Bir neçə bərkitmə tikişi salınır. 9-cu mərhələ. İlgək ortadan ilgək açan bıçaqla kəsilir. Bunun üçün parça tikiş iğnəsinin altından çıxarılır. Yəni maşından artıq çıxarırıq parçanı. Və nümunə üçün ilgəklər yaxşı nəticə alana dək yerinə yetirməlidir. Bu qədər.